Sulu boya ilə rəsm çəkərkən bu qaydalara əməl etmək lazımdır. Əvvəlcə yumşaq pozan ilə rəsmin eskizini açıq hala gətirirəm. Daha sonra rəsmin kənarlarını lent ilə masaya bərkidirəm. Rəsmi bir yerə sabitləməsəz, siz boya ilə işləyərkən gərək sağa-sola sürüşəcək, bu da sizin rəsm çəkməyinizə mane olacaq. Boya işləminə keçməzdən əvvəl hansı boyalardan istifadə edəcəmsə, həmin boyaları həll edərək əlimin altında saxlayıram. İstifadə etdiyim rənglər qara, tünd qəhvəyi, açıq qəhvəyi və qırmızımtıl qəhvəyi, bir də ki, sarı rəngdən istifadə edirəm. Rəsmə həcm vermək üçün işıq kölgədən istifadə olunur. Buna əsasən əvvəlcə açıq tonlardan istifadə edirik, daha sonra tünd rənglərə keçirik. Boyanı bu qayda ilə istifadə etsəniz, rəsminiz daha həcmli görsənər. Sulu boya ilə işləyərkən hansı hissəyə boya qatı daha çox düşürsə, həmin hissəni salfetka ilə hopdurub götürmək lazımdır. Videonu sona qədər izlədinizsə, bəyənib abunə olmağı unutmayın.